Dezid paltavya maşının platasında problemi var idi. Yəni bu motora komanda getmirdi. İndi o həmin plata təmir olundu. Motora komanda gedir və hal-hazırda stendlədir. Hər şey normal qaydasındadır. Müşterinin şikayeti oydu ki Siemens markalı qabyan maşın suyu qızdırma problemine gelmişti. Hal-hazırda stendini yoxladıq və suyu qızdırır. Hal-hazırda yoxlanışdadır. Sizin də qabyanla bağlı probleminiz olsa müraciət edə bilərsiniz. Müşterilər, müşterinin şikayeti oydu ki Jabil markalı qabyan maşın ekranı açılmırdı və tok gəlmirdi. İndi hal-hazırda yoxlayırıq və ekran açılır. Normal qaydada işləyir. Gördüğünüz kimi. Müraciət nömrəmiz bioda var. Zəhmət olmasa zəng edərsiniz.